Bu da 5 litrlik qabdan düzəltdiyim su qabım. Təzə düzəldəndə düzələr istifadə eləməsə də, indi gördüyünüz kimi istifadə edirlər. Çox yaxşıdır bu su qabı. Qıraqdan heç bir quş bura gətirib yem ata bilmir. Əsas da qarğalar, bilirsiniz ki, qarğalar əlinə keçəni su qabının içine atır, amma bu cürlə olanda ancaq təmiz şəkildə içirlər. Görürsünüz, aşağıdan içirlər, yuxarıya da balonları qalxır, hava balonları. Su dolur bir tərəfdən. Bu su qabının hazırlanma prosesini kanalımda tam olaraq paylaşmışam. İstəyən olsa girib baxsın. Bəyənin, paylaşın, kanala abunə olun ki, dəstək olun. Bu cürlə videoları artırıb çəkəcəyəm. Yenə də sizin üçün maraqlı olan videoları çəkəcəm.